Həkimlərə sosial mediada paylaşımlar etmək, əvvəl-sonra videolarına manipulyasiyalar etmək qadağan olundu. Bu və digər maraqlı xəbərləri izləmək üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Əvvəl, sonra videolarına son. Türkiyədə sağlamlıq xidmətlərinin tanıtım və məlumatlandırma qaydalarına yeni dəyişikliklər təsdiqlənib. Dəyişikliklərə görə həkimlərin və tibbi müəssisələrin reklam məqsədli sosial media paylaşımlarına ciddi məhdudiyyətlər qoyulur. Əvvəl, sonra görüntülərinin manipulyasiyasına icazə verilmir, şəkillər eyni şəraitdə çəkilməlidir və xəstənin yazılı razılığı mütləqdir. Əməliyyat zamanı görüntülərin paylaşılması, endirim və kampaniya tipli reklamlarda qadağan edilir. Məqsəd səhiyyə xidmətlərini reklam obyektinə çevirmədən ictimai etibarı qorumaqdır. Azərbaycanda isə bu sahədə qanunvericiliyi artıq uzun müddətli sərt tələblər müəyyən edir. Reklam haqqında qanuna əsasən həkim resepti tələb edən dərmanların, icazəsiz müalicə metodlarının və tibbi manipulyasiyaların reklamı qadağandır. İnzibati Xətalar Məcəlləsi qanunsuz tibbi üsulların reklamına görə fiziki və hüquqi şəxslərə cərimələr nəzərdə tutur. Səhiyyə qurumları həkimlərin sosial şəbəkələrdə pasiyent üzərində reklam xarakterli paylaşımlar etməsinin yol verilməz olduğunu dəfələrlə açıqlayıb. Səhiyyə Nazirliyinin rəsmiləri Çində səfərdə olublar. Baxaq görək hansı qurum ölkəmizi Çində təmsil edib, eyni zamanda Çinin ənənəvi tibbi müalicə üsulları ilə bağlı hansı yeniliklər və Çin dövləti ilə hansı yeni əməkdaşlıqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndə heyəti Pekində bir sıra görüşlər keçirib. Çin Xalq Respublikasının ənənəvi Çin təbabəti Milli Administrasiyasının rəhbərliyi ilə görüşdə ənənəvi Çin təbabətinin tətbiqi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan və Çin arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu vurğulanıb və gələcək əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olunub. Azərbaycan nümayəndə heyəti Pekin Çin Təbabəti Universitetinin klinikasının fəaliyyəti ilə tanış olub. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Professor Nazim Pənahov və Pekin Çin Təbabəti Universitetinin rektoru Tang Zishu arasında görüş keçirilib və anlaşma memorandumu imzalanıb. Pekin Universiteti Xalq Xəstəxanasında keçirilən görüşdə xəstəxananın səhiyyə idarəçiliyi modeli, tibb xidmətlərinin təşkilində şaxələnmə mexanizmləri və travmatologiya sahəsi ilə tanışlıq baş tutub. Keçirilən görüşlər Azərbaycan və Çin arasında tibbi təhsil, ənənəvi təbabət və səhiyyənin təşkili sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Avropada insan haqları hər şeydən önəmlidir deyirik, amma bugün oxuduğum xəbər məni bir xeyli sarsıtdı. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Avropada zorakılığa məruz qalan hər 3 qadından biri kifayət qədər kömək almır və diqqətimi çəkən başqa bir məqam oldu ki, sağ qalan hər 3 qadından bir deyə hesabatda vurğulanır. Təəssüflər olsun ki, bu dünya kişilərindir, çünki onlar daha güclüdür. Avropa zorakılıq qurbanlarını qoruya bilmir. Avropada səhiyyə sistemləri gender əsaslı zorakılıq qurbanlarını lazımi səviyyədə dəstəkləyə bilmir. Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatına görə bölgədə hər 3 sağ qalandan biri tibbi yardıma müraciət etdikdə sistem tərəfindən yetərincə qorunmur. Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Direktoru Hans Klug bildirir ki, bəzi səhiyyə qurumları qadınları ən həssas anlarında yarı yolda qoyur. Məlumata əsasən bir çox ölkədə stigma, günahlandırıcı münasibət və hüquqi məcburiyyətlər qadınların hakimə müraciətini çətinləşdirir. Təxminən 1/3 ölkədə yetkin qadınların razılığı olmadan zorakılıq halları polisə bildirilməlidir və bu Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ziddir. 53 ölkədən yalnız 7-si təhlükəsiz abort xidmətlərini maneəsiz təqdim edir. Cəmi 17 ölkədə isə təcili kontrasepsiyaya çatandır. Psixi dəstək və mütəxəssis yönləndirilməsi də bütün ölkələrdə tam təmin olunmur. Ümumdünya Səhiyyə Təşkilatı Avropa ölkələrinə çağırış edir ki, qanunvericiliyə tam dəstək paketini daxil etsin, məcburi bildiriş tələblərini aradan qaldırsın və xidmətlərin real tətbiqini gücləndirsin.
Böyük Britaniyanın yeni hesabatında daha 11 ölkə var. Bu hesabatda deyilir ki, ölkələrdə mövcud olan spirtli içkilərin tərkibində həddindən artıq metanol var və bu da insanları ən az sağlamlığına ziyan vurmaqla bərabər həm də görmə qabiliyyətlərini itirməyə səbəb olur. Diqqətlə baxın, ölkələrin adını qeyd edin və bu ölkələrə səyahət edəndə əsla spirtli içki içməyin. Bu ölkələrdə içkilər kor edə bilər. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi metanol zəhərlənməsi riskinə görə xəbərdarlıq siyahısında daha 11 ölkə əlavə edib. Siyahıya Bangladeş, Hindistan, İran, İordaniya, Liviya, Malavi, Malayziya, Mərakeş, Nepal, Papua, Yeni Qvineya və Ruanda daxil edilib. Bu addım dünyada metanol zəhərlənməsi hallarının artması ilə bağlıdır. Nazirlik bir ay əvvəl də Ekvador, Yaponiya, Kenya, Meksika, Nigeriya, Peru, Rusiya və Uqandanı siyahıya salmışdı. Metanol antifriz və boyarazı kimi sənaye məqsədli spirt növüdür və az miqdarı belə 12-48 saat ərzində korluğa və ya ölümə səbəb ola bilər. Bəzi ölkələrdə qanunsuz olaraq alkoqolə qatıldığı üçün iyi və dadla hiss edilmir və təhlükəni müəyyənləşdirmək mümkün olmur. Nazirlik turistlərə yalnız etibarlı məkanlarda içki qəbul etməyi, ev şəraitində hazırlanmış alkoqoldan uzaq durmağı tövsiyə eləyir. Metanol zəhərlənməsinin simptomları arasında kəskin halsızlıq, qeyri-adi dərəcədə ağır sərxoşluq sonrası əlamətlər və görmə problemləri var. Belə hallar olduqda dərhal tibbi yardıma müraciət etmək tövsiyə olunur. Orta yaşlarda idmanla məşğul olmaq Alzheimer kimi xəstəliklərin qarşısını düz 45% demək olar ki, yarı-yarıya azaldır. Bu alimlərin yepyeni bir araşdırmasıdır. Birlikdə baxaq. Fiziki aktivlik demensiya riskini 45% azaldır. JAMA Network Open jurnalında dərc edilən geniş miqyaslı Framingham tədqiqatının nəticələri göstərir ki, orta və yaşlı dövrdə yüksək fiziki aktivlik səviyyəsi demensiya riskini 41-45% arası azaldır. Araşdırmada 26-88 yaş arası minlərlə iştirakçı uzun illər ərzində izlənilib və fiziki aktivlik indeksinə əsasən qiymətləndirilib. Məlum olub ki, xüsusən orta yaşda müntəzəm orta və yüksək intensiv hərəkət beyin sağlamlığını uzun müddətli qoruyur. Yaşlılarda isə aktivlik səviyyəsindən asılı olmayaraq müsbət təsir qeydə alınıb. Tədqiqatçılar bildirir ki, fiziki aktivlik beyin sağlamlığının qorunmasında əsas amillərdəndir və xüsusən orta yaş dövrü profilaktika üçün həll edici əhəmiyyət daşıyır. İqlim dəyişkənliyi sadəcə biz insanların deyil, onların da həyatını çox dəyişib və vəhşi heyvanlar susuzluqdan insanlar yaşayan yerlərə yaxınlaşır və bunun nəticəsində də təbii ki, yeni qanunlar qəbul edilməlidir ki, vəhşi heyvanlarla şəhərdə necə davranmalıyıq. Təəssüflər olsun ki, bu bir gerçəkdir, hansısa bir filmdən parça yox. Həqiqətən də vəhşi təbiətdə yaşayan heyvanlar artıq qida üçün insanlara üst tuturlar. Çünki təbiət onların qarnını doyuzdura bilmir. Kaliforniyada aparılan yeni araşdırma göstərir ki, iqlim dəyişikliyinin əsas nəticələrindən olan uzun müddətli quraqlıq insanla vəhşi heyvanlar arasında təhlükəni artırır. Science Advances jurnalında dərc edilən tədqiqatda 2017-ci ildən 2023-cü ilə qədər 31 mindən çox hadisə analiz edilib. Məlum olub ki, yağıntıların azalması yırtıcı heyvanları yaşayış məntəqələrinə daha da yaxınlaşdırır. Quraqlıq səbəbindən təbii resurslara çıxış məhdudlaşdıqca vəhşi heyvanlar su və qida axtarışı ilə insanların yaşadığı ərazilərə daxil olur. Bu isə həm təhlükəsizlik risklərini artırır, həm də mühafizə proqramları üçün yeni problemlər yaradır. Tədqiqatçılar bildirir ki, yağıntının hər 25 mm azalması insidentlərin sayını orta hesabla 2% artırır. Xüsusilə puma, vaşaq və pələng kimi yırtıcılar, həmçinin qara ayılar quraqlığa daha həssasdır. Meşə örtüyünün çoxluğu, əhali sıxlığının yüksək olması və sosial-iqtisadi amillər də təhlükənin artmağına təsir edir. Araşdırma göstərir ki, may-oktyabr aylarında ilin ən quraq və isti dönəmlərində hadisələrin sayı daha sürətlə çoxalır. Bunun səbəbi həm heyvanların su qıtlığının aktivləşməsi, həm də insanların açıq havada daha çox vaxt keçirməyidir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.